Koç bürcü 15 Mart 2025-ci il olduqca qeyri-müəyyən bir gündür. Ünsiyyətdə həddindən artıq sərtliyə meyilli olacaqsınız ki, bu da sizin üçün vacib olan münasibətləri korlaya bilər. Buna görə də qoçların əksəriyyəti səbir toplamaq, başqaları ilə danışarkən təmkinli olmağa çalışsa yaxşı olardı. Enerjinizi düzgün istiqamətə yönəltsəniz yaxşı nəticələr əldə edə və çoxdan həllini tələb edən problemlərin öhdəsindən gələ biləcəksiniz. Dürüstlük və birbaşalıq bəziləri üçün həddindən artıq görünə bilər, lakin onlar qeyri-müəyyənlikdən qaçmağa kömək edəcəklər. Axşam yaxınlarınızla səmimi söhbətlər üçün münasibdir. Bir çox vacib məsələləri müzakirə edə biləcəksiniz. Buğa bürcü 15 Mart 2025-ci il çətin gün olacaq, amma axşam sizi sevindirəcək. Artan əsəbilik hər hansı bir şey haqqında mübahisə etmək meyli əhvalınıza ən yaxşı təsir göstərməyəcək. Səhərinizi vacib şeylərlə başlamamalısınız. Bir çox buğa rəhbərlik tərəfindən görülməməlidir. Əməkdaşlıq yaxşı nəticə verməyəcək. Nəticəsi tamamilə sizdən asılı olan vəzifələri öhdəsinə götürmək daha yaxşıdır. Günün ikinci yarısı kifayət qədər uğurlu olacaq. Emosiyaların öhdəsindən gələcək və bir çox problemləri həll edə biləcəksiniz. Nüfuzlu havadarlar qazana bilərsiniz. Əkizlər bürcü 15 Mart 2025-ci il. İşləri sonraya qoymayın. Günün əvvəli mühüm söhbətlər, perspektivli əlaqələr qurmaq, pozulmuş münasibətləri bərpa etmək üçün əlverişli olacaq. Bəzi əkizlər yaxınlarından biri ilə bağlı çoxdan gözlənilən xəbərlər alacaqlar. Məişət problemlərinin həllinə vaxt sərf etməli ola bilərsiniz. Lakin bu çətin və ağır olmayacaq. Gün ortadan sonra hətta həmişə yaxşı yola getdiyiniz insanlarla belə ümumi dil tapmaq çətinləşəcək. Artan həssaslıq bir mənalı olmayan situasiyalarda sakit qalmağınıza mane olacaq. Sevilən birinin dəstəyi gücünüzü bərpa etməyə və əhvalınızı yaxşılaşdırmağa kömək edəcək. Xərçəng bürcü 15 Mart 2025-ci il ziddiyyətli gündür. Diqqətinizi işə cəmləmək, xırda şeylərlə diqqətinizi yayındırmamaq çətin olacaq. Bəzi xərçənglər özlərindən fasilə vermək, məsuliyyətlərinə laqeydlik etmək istəyəcəklər. Bu, impulslara təslim olmamalısınız. Nəticələr sizi sevindirməyəcək. Tədricən iş ritminə daxil olun. Gündəlik işlərlə başlayın. Vəziyyətin yaxşılığa doğru necə dəyişdiyini hiss edəcəksiniz. Günün ikinci yarısında yeni perspektivli ideyalar gələcək. Ancaq onları dərhal tətbiq etməyə tələsməməlisiniz. Etibar etdiyiniz insanlarla məsləhətləşin. Onlar sizə çoxlu nüfuzlu məsləhətlər verəcək və düzgün fikirlər verəcəklər. Şir bürcü 15 Mart 2025-ci il günə gözəl başlanğıcıdır. Ən mürəkkəb və qeyri-adi sualları belə asanlıqla başa düşəcəksiniz. İntuisiyanız kəskinləşəcək və onun göstərişləri çox uyğun olacaq. Bir çox şirlər gələcəkdə onlara faydalı olacaq şeylər öyrənəcəklər. Qarşıda uğurlu danışıqlar, işgüzar tərəfdaşlarla ümumi dil tapmaq və hər kəsə uyğun olan kompromis həllər təklif etmək yaxşı olacaq. Xoş xəbərlər alacağınızı gözləmək olar. Axşama doğru işlərdən məişət problemlərinə keçməli olacaqsınız. Ancaq xüsusən də yaşlı qohumlarınızdan kömək istəsəniz, onları asanlıqla həll edə bilərsiniz. Qız bürcü 15 Mart 2025-ci il. Gün çox rəvan başlamayacaq, amma tədricən hər şey yaxşılaşacaq. Səhər biraz əsəbi və seçici olacaqsınız. Hər hansı səbəbdən münaqişəyə meyilli olacaqsınız. Həmkarlarınız və ya qohumlarınızla danışarkən özünüzü idarə etməyə və sözlərinizi diqqətlə seçməyə çalışın. Duyğularınızın öhdəsindən gəlsəniz, əsəbləşmək üçün heç bir səbəb olmadığını görəcəksiniz. Bir çox qız bürcü diqqətini adi işlərə yönəltməli və işləri qaydasına salmalıdır. Vəziyyət tezliklə yaxşılığa doğru dəyişəcək. Siz mənəvi yüksəliş hiss edəcəksiniz və güc artımı sizə bir vaxtlar sonraya qoyduğunuz hər şeyin öhdəsindən gəlməyə imkan verəcək. Tərəzi bürcü 15 Mart 2025-ci il. İşlərin fəsadsız getməsi ehtimalı azdır. Səhər adətən uğurla danışıqlar apardığınız insanlarla belə qarşılıqlı anlaşmaya nail olmaq çətin olacaq. Bir çox tərəzilər vacib məsələlərə diqqət yetirməkdə çətinlik çəkəcəklər. Ətrafınızdakı insanlar əhəmiyyətsiz səbəblərdən diqqətinizi yayındırmağa başlayacaqlar. Bu zaman tələsik vədlər verməməli, şübhəli təkliflərlə razılaşmamalısınız. Günün ikinci yarısında problemlərin bəziləri öz-özünə həll olunacaq. Qalanlarının öhdəsindən uğurla gələcəksiniz. Son vaxtlar tez-tez fikir ayrılıqlarının yarandığı münasibətləri yaxşılaşdırmaq imkanı olacaq. Əqrəb bürcü 15 Mart 2025-ci il. Günə qeyri-adi uğurlu başlayacaqsınız. Hər kəsin həll etməyə cəsarət etmədiyi məsələləri belə asanlıqla həll edə biləcəksiniz. Bir çox əqrəblər maraqlı və perspektivli bir şeylə qarşılaşacaqlar. Etibarlı həmkarlar sizə ən cəsarətli ideyalarınızı həyata keçirməyə kömək edəcək. Yeni biliklər əldə etmək üçün əlverişli andır. Uzun müddət yaddaşınızda qalacaq və sizin üçün faydalı olacaqdır. Həmkarların və rəhbərliyin gözündə nüfuzunuz artacaq. Axşam yorğun olacaqsınız. Ona görə də bu vaxt üçün heç bir iri miqyaslı fəaliyyət planlaşdırmamalısınız. Sevdiklərinizlə vaxt keçirin və biraz dincəlməyə çalışın.
Oxatan bürcü 15 mart 2025-ci il qeyri-müəyyən bir gündür. Səhər qarşınızda yaxşı fürsətlər açılacaq ki, bundan yararlanmaq vacibdir. Əksər oxatanlar qeyri-adi dərəcədə cazibədar olacaqlar ki, bu da onlara hətta çoxdan ki, bədxahları da qazanmağa imkan verəcəkdir. Yeni iş ortaqları ilə əlaqələr qura, rəhbərliyin gözünün nüfuzunuzu gücləndirə biləcəksiniz. İşləri sonraya qoymayın. Şans həmişə sizin tərəfinizdə olmayacaq. Günün sonunda çətinliklər və xoşagəlməz hallarla qarşılaşmalı olacaqsınız. Bəzən məqsədinizə çatmaq üçün bir neçə cəhd lazımdır. Oğlaq bürcü 15 mart 2025-ci il. Gün yaxşı başlayır. Ona görə də anı dəyərləndirin. Sakitlik, tarazlıq qeyri-standart vəziyyətlərdə düzgün qərarlar verməyə kömək edəcək. Bəzi oğlaqlar başqalarının qeyri-mümkün hesab etdiyi işlərin öhdəsindən uğurla gələcəklər. Perspektivli əlaqələr qurmaq üçün əla vaxtdır. Görüşlər və danışıqlar uğurlu olacaq. Günün ikinci yarısında səhvi hərəkətlərə meyilli olacaqsınız ki, bu da həyatın bütün sahələrinə ən yaxşı təsir göstərməyə bilər. Heç yerə tələsməyin. Təcrübəli insanların məsləhətlərindən laqeyd yanaşmayın. O zaman çətinliklərdən qaça biləcəksiniz. Dolça bürcü 15 mart 2025-ci il. Gün çoxlu imkanlar gətirəcək. Yeni şeylər öyrənməkdə yaxşı olacaqsınız və əldə etdiyiniz biliklər tezliklə çox faydalı olacaq. Bir çox dolçalar nüfuzlu insanlar və perspektivli tərəfdaşlarla əlaqə quracaqlar. Perspektivlər açılacaq. Siz bundan tam istifadə edəcəksiniz. Xoş xəbərlər almağınız mümkündür. Bununla belə axşam saatlarında çətinliklərlə üzləşməli olacaqsınız. Həddindən artıq optimizm sizi yoldan çıxara bilər. Buna görə də tələsik nəticələrə gəlməyin və tələsik qərarlar verməyin. Bəzən bütün detalları sıralamaq üçün fasilə vermək daha yaxşıdır. Balıqlar bürcü 15 mart 2025-ci il. Gün yaxşı keçəcək. Baxmayaraq ki, əvvəlcə sizə elə görünməsə də, səhər emosiyaların öhdəsindən gəlmək çətin olacaq. Önəmsiz şeylərdən narahat olmağa meyil olacaqsınız. Bu, iş əhval-ruhiyyəsinə düşməyinizə mane olacaq. İşlərinizi qaydasına salmaqla başlayın və tədricən necə daha yaxşı prioritetləşdirəcəyinizi və ilk növbədə nə edəcəyinizi öyrənəcəksiniz. Bəzi balıqlar qeyri-adi dərəcədə cəlbedici olacaqlar. Siz nəinki xoş, həm də faydalı olacaq perspektivli tanışlıqlar edə biləcəksiniz. Gəlirdə nəzərə çarpacaq, lakin qısa müddətlə artım ehtimalı var. İşgüzar münasibətlər romantik münasibətlərə çevrilə bilər.